Azərbaycan hər zaman beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır. Ölkəmiz yalnız regionda deyil, bütün dünyada sülh, humanizm tərkibində olan proseslərdə iştirak edir. Prezident İlham Əliyevin apardığı ardıcıl, rasional və uzunmüddətli xarici siyasət nəticəsində Azərbaycan son 10 illikdə regional aktor statusundan çıxaraq beynəlxalq proseslərə real təsir göstərə bilən dövlətə çevrilib. ABŞ prezidenti Donald Trump'ın yaratdığı Sülh Şurası adlı beynəlxalq təşkilata təsisçi üzv dövlət olmaqla bağlı Azərbaycana dəvət göndərməsi də bu baxımdan təsadüfi deyildir. Azərbaycanın dəvətə razılıq verməsi isə onu göstərir ki, ölkəmiz bütün dünyada sülhü təşviq edir. 22 yanvar 2026-cı ildə Davosda ABŞ lideri Donald Trump'ın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisi üçün keçirilən imzalama mərasimində Prezident İlham Əliyev iştirak etdi və sənədə imza atdı. İmzalanma törənində ABŞ dövlət başçısının dövlət başçımızı dost adlandırması və tədbirdən sonra iki tərəfli görüşün keçirilməsi Birləşmiş Ştatlar liderinin Azərbaycana münasibətinin mahiyyətini bir daha ortaya qoyur. Eyni zamanda Bakı-Vaşinqton münasibətlərinin artıq yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan bu təşkilata qoşulmaqla beynəlxalq təhlükəsizlik sisteminin yenidən qurulmasında yer alır. ABŞ-nin təşəbbüsü ilə BMT-dən kənar yeni təhlükəsizlik sistemi yaradılır. BMT uzun illərdir ki, öz aktuallığını itirib. Qəbul edilən bəyanatlar, sənədlər icra olunmamaqdadır. Azərbaycan isə bunun ən bariz sübutudur. İkinci Qarabağ müharibəsində əldə edilən zəfər Azərbaycanın yalnız hərbi gücünü deyil, eyni zamanda siyasi iradəsini nümayiş etdirdi. Bu zəfər münaqişələrin həllinə dair problemlərin kağız üzərində illərlə qalmasının mümkün olmadığını, real güc və beynəlxalq hüquq sintezi ilə həll oluna biləcəyini ortaya qoydu. Eyni zamanda hal-hazırda Ermənistanla normallaşma prosesi, regional kommunikasiyaların açılması, Zəngəzur dəhlizi perspektivi və Cənubi Qafqazın inteqrasiya gündəliyi Azərbaycanın sülh quruculuğu potensialını daha da gücləndirib. Bugün Azərbaycan regional sabitlik nümunəsi olaraq qəbul olunur. Azərbaycanın bu mövqeyi isə Sülh Şurasının məqsəd və məramları ilə tamamilə uyğunlaşır. Azərbaycanın Sülh Şurasında təmsil olunması Cənubi Qafqazda regional sabitlik təşəbbüslərində söz sahibi olmaq imkanlarını artırır. Azərbaycanın Davosda Sülh Şurasının nizamnaməsini imzalaması, rəsmi Bakıya beynəlxalq nüfuzun artması, qlobal siyasi dialoqlara çıxış, regional təhlükəsizlikdə rolun möhkəmlənməsi və iqtisadi diplomatiyanın genişlənməsi baxımından mühüm imkanlar vəd edir. Bu addım Azərbaycanın praqmatik, çoxşaxəli və sülh yönümlü xarici siyasət strategiyasının məntiqi davamı kimi dəyərləndirilə bilər.